Ağdamda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. 22 yanvar 2026-cı il tarixdə Ağdam Muğam Mərkəzində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat Məsələləri Şöbəsinin 7-ci Ərazi Sektorunun müdiri Qiyas Yusifov, millət vəkilləri Bəxtiyar Əliyev, Elman Məmmədov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, rayon İcra Hakimiyyəti başçısı yanında şuranın üzvləri, rayon İcra Hakimiyyətinin aparatının əməkdaşları, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr və bələdiyyələr, hüquq mühafizə orqanlarının, idarə, müəssəsə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, kütləvi informasiya vasitələrinin və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə tərgül dəstələri düzmüş, ruhuna ehtiramlarını ifadə etmişlər. Tədbirdə əvvəl kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə baxış keçirilib. Ağdam Muğam Mərkəzində davam edən tədbirdə ilk öncə dövlət himni səsləndirilmiş, ümummilli lider və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi. Allah bütün şəhidlərə 2025-ci ildə görülmüş işlərdən bəhs edən videoçaq tədbir iştirakçılarına nümayiş etdirilmişdi.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Vaqif Həsənov bildirib ki, 2025-ci ildə rayonda sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə sistemli və ardıcıl tədbirlər həyata keçirilib. Dövlət proqramlarının icrası, ölkə prezidentinin fərman və sərəncamlarının yerinə yetirilməsi təmin edilib. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, mühəndis kommunikasiya və yol infrastrukturunun yenilənməsi, həmçinin təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzində saxlanılıb. Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyası Ərazi Təşkilat Məsələləri Şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov və digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2025-ci ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını, eyni zamanda Ağdam rayonunda həyata keçirilən abadlıq, quruculuq işləri, sosial infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılmasının Cənab Prezidentin siyasətinin real nəticəsi olduğunu bildiriblər. Daha sonra rayonun 2026-cı ildə qarşıda duran vəzifələri üzrə aidiyyatı qurumlara müvafiq tövsiyələr verilib. Çıxış söz Ramal Məmmədova, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin rəislidir. Hər bir məmnundur ki, müasir dövrdə kənd təsərrüfatı iqtisadiyyatının real sektoru vacib təklif edilmək kimi hususlara yer verir. Bu sahə əhalinin təsərrüfatı sənayenin xammalı olan ehtiyacının ödənilməsi, bu istiqamətlərdə yerli istehsalın tutu çəkisinin artırılmasının aşıqlı alınmasına çıxış edir. Nəticəsində kənd təsərrüfatının inkişafına müsbət təsir götürəcək və bununla da ölkənin həkim dövləsi atmış, gələcəkdə strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi, nəticəsində 100 minlərlə hektar əkin sahəsinin sularılması üçün müstəqil işlər görməkdədir. Azad edilmiş torpaqlarımızda meyvəçilik, dağıcılıq, pamukçılıq və heyvanların inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə edilməklə, eyni zamanda aqrar sənayesi genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaqdır. Bildirilən ki, rayonumuzda kənd təsərrüfatında bitkiçilik tutucu çəkimi mantıqlı olmaqla bu sahanın inkişafı üçün bir çox imkanlar mövcuddur. Cari ildə də gəncləri bu imkanlardan səmərəli istifadə etmişlər. Belə ki, 2025-ci il məhsul üçün əkilmiş kəndi bitkilərin 16.755 hektar sahəsinin 15.160 hektarı və ya 90.15% biçilmiş və həmin sahələrdən 64.963 ton taxıl edilərək hər hektardan orta məhsullara 40.100 olmuşdur. Biçilmiş taxılın 12.78 hektar öldə olmaqla 53.90 ton və hər hektar məhsuldadır. 42.5 hektar 2684 hektar həmçinin naxıl olmaqla 10.414 ton və hər hektar məhsulları 38.8 hektar olmuşdur. İlkin məlumata əsasən təmiz sertifikatla daxil edilməklə 2026 il məhsulu üçün 20.010 hektar sahədə şürüşlərə aparılaraq həm də yaşlı üçün 16.163 hektar sahədə fazla təsdiqlənmişdir. Təxminin 11.764 hektar burada 2.898 hektarın isə təmşini artar, 1500 hektarın isə yaşlı yer üçün fəsil təşkil etmişdir. Məlumat üçün bildirəm ki, yuxarıda göstərilən fazla səknələrin 2576.7 hektarı rayonun kiradan azad edilmiş ərazilərində yerləşən dövlü şəxslər tərəfindən qalmış şəkillərdir. Belə ki, aqrogeoloji tərəfindən 1566.7 hektar, aqrogeoloji 2017 tərəfindən isə 10 hektarda müqayidindən qalmış, əlavə olaraq rayon şəxslər azad edilmiş hissəsində aqrogeoloji 2017 tərəfindən 2025-ci ildə 250 hektar ərazidə indekli sular yetim balı salınmışdır. Azərbaycan Respublikasında pamukçuluq inkişafına dair dövlət proqramı icrasına uyğun olaraq rayonda 514 nəfər fermerlər 2471 13 hektar sahədə pamuk əkinlərinə müqavilə bağlanmış və aqroteknik qaydalara əsasən pamuk şirkətləri tərəfindən becərli işlər səviyyədə aparılaraq 2025-ci il təsərrüfat ilində ümumilikdə 9225.8 ton riskli çəkilə 7786 ton kanlı çəkilə pamuk məhsulu istehsal edilmiş və rayon üzrə orta məhsulları göstəricisi 31.5 setniyə olmuşdur ki, bu da ötəndə nisbətən hər hektarda 9.5
%15'lik və 43.2% artıq olmuşdur. Hesabat yılında heyvanların sayəsində mal qatının başlarında artım olmuş. 1 yanvar 2016 il vəziyyətinə il boyunca malqaranın başları 50.213 olmaqla ötən il müvafiq bölümünə nisbətən 13%, ev quşlarının sayı 271.182 olmaqla 0.5%, arazilərin sayı 5.624 olmaqla 1.5% artmışdır. Cari dövrdə ayrı fermerlərə məxsus arazilərinin ildə fırda dövrdə heyvanları təsərrüfatları, Laçın və Kəlbəcər rayonlarına ərazilərində yerləşən yaylaqlara köçülməsi sağlanır. Müvafiq teşvik fəaliyyət fermerlərinin təsərrüfat monitoru edilmiş, onlardan 25 təsərrüfat köç üçün uyğun hesab edilmiş, 20 təsərrüfat bu sahədə mövcud qanun vericiliyi tələblərini ödəmək üçün onların müraciətinə imkanatlar verilmiş, 10 təsərrüfat üstü rayonlarının inzibati ərazilərinə transfer edilmişdir. Təlim olduğu kimi 2025-ci ildə də qanunumuzda efektiv tədbirlər vaxtında aparılaraq tam icra olunmuşdur. Ancaq bununla yanaşı 2025-ci ildə ölkə arasında baş vermiş qurumlu heyvanlar arasında yaranmış qabaq xəstəliyinə qarşı ciddi tədbirlər görmüş. Bu məqsədlə rayon arasında 11.815 baş heyvanda qabaq xəstəliyinə qarşı vaksinasiya işləri aparılmışdır. Bundan başqa İlk Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən 2025-ci ilin yanvar-dekabr ayları ərzində rayon üzrə ümumilikdə 13.612 hektar sahədə müşahidə və müvafiq işlər aparılmış və onda 7.563.6 hektar sahədə müvafiq tədbirlər aparılır ki, bunun da 7.5 hektarında mexanik, bioloji və 7.544 hektarında isə ülkə vəsaiti hesabına təsərrüfatlarda olan canlılarına qarşı sinkosin preparatı ilə kimyəvi müvafiq tədbirlər aparılmışdır. O cümlədən cari ildə rayon arasında 564 ədəd kənd təsərrüfat texnikasına texnik bağış keçirilmiş və idarə etdiyi kənd təsərrüfat texnikasının qanunla müəyyən edilmiş müddət ərzində texniki bağışlarını keçirməyən 20 nəfər barəsində inzibati qaydada cərimə olunmuşdur. Bundan başqa rayon üzrə 402 fermerə məxsus əkin sahələrində 964 torpaq nümunəsi götürülərək agrokimyəvi analiz olunması təmin edilmişdir. Cənab Hacı, 2025-ci ildə rayonun bütün kəndlərində habelə qabaqçı fermerlərlə, toxumcularla, arıçılarla ümumilikdə 25-dən çox görüşlərdə fermerlər şurasında qaldıran bütün problemlər ümumiləşdirilərək sizin tapşırığınıza əsasən Nazirliyin Aliyyətin götür və qurumlarına təqdim olunmuşdur. 2025-ci ildə rayonda taxıl biçini və pamlıq yılının dövründə istehsal edilmiş məhsulun operativ yılının o gündən texnika təminatı və fermerlərin qarşılaşdığı problemlərin koordinasiyalı həlli məqsədi ilə Ağlamboya Danışan Mərkəzində Mobil Çağrı Mərkəzi yaradılmış, Çağrı Mərkəzinə daxil olmuş 50-yə yaxın olacaq mərkəzi və aidiyyəti qurumlara iştirak ilə baxılmış və yazılan müzəkirlərini tapmışdır. Cənab Hacı, səyan edilir ki, 2026-cı il təsərrüf günündə aqrasahədə qarşılıqlı qoyulan vəzifələri layiqincə yetirilmək üçün bütün səy və bacarıqlarımız tələb edəcək. Digər sizə görünürlər. Söz Hafiz Əziz Dairələrə Ağdam rayon Sümrəli Sistemləri İsmail Tərsinəyəcək. Hörmətli cənab Bakı, hörmətli Qiyas müəllim, hörmətli qonaqlar, hörmətli icra iştirakçıları. Yanvarın 13-cü Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Bakı şəhər və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış sularının sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə dövlət proqramına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə cənab Prezident geniş çıxış edərək su problemlərinin həllini müzakirə etmiş, həyata keçirilən infrastruktur layihələrin xüsusi yer tutmasını qeyd etmişdir. Cənab Prezident demişdir, içməli su və suvarma layihələri həmişə diqqət mərkəzində olmuş, kanalizasiya layihələri icra edilməkdədir. Su mənbələri hər bir ölkə üçün önəmlidir. Bizim su mənbələrinin təqribən 4/1 hissəsi vaxtilə işğal olmuş ərazilərdə formalaşmışdır. Digər əsas mənbələrimiz isə Kür çayı, Əraz çayı, Samut çayı xaricdən formalaşmışdır. Biz bütün su mənbələrimizdən səmərəli istifadə etməli, su itkilərinin qarşısını almalı və sayğaçlaşmanı 100%-ə çatdırmalıyıq.
Bugün fasiləsiz içməli su ilə təmin olunan əhali 70% təşkil edir ki, proqramın icrası nəticəsində 95%-ə çatdırılacaqdır. Eyni zamanda əhaliyə göstərilən kanalizasiya xidməti 50% təşkil edir ki, proqram icrası nəticəsində 95%-ə çatdırılacaqdır. Hörmətli cənab başçı, bildiyimiz kimi Azərbaycan su təsərrüfatının əsaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi Azərbaycan Dövlət Su Ehtiyatı Agentliyi özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoymuş, əhalinin dayanıqlı içməli su təminatı, suvarma suyuna olan tələbat və kanalizasiya sistemləri genişlənmiş, əkin dövriyyəsi artmış, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksəlmişdir. Bu sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşmışdır. Bu baxımdan su meliorasiya işçilərinin istehlakçılara göstərdiyi mədəni köməyə əhəmiyyəti və miqyası ildən ilə artmışdır. Ulu Öndər Heydər Əliyev cənabları demişdir. Meliorasiya su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik. Məşhur Amerika iqtisadçısı Profesor Samuel kənd təsərrüfatının iqtisadiyyatının kraliçası. Su meliorasiya isə iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatının onurğa sularlandırmışdır. Hörmətli icra iştirakçıları, suyun həyat rəmzi olmasını hamı bilir. Bugün susuz heç bir sahəni təsəvvür etmək mümkün deyildir. Biz bu içilər suyun həyatda böyük əhəmiyyət kəsb etməsini başa düşərək, işimizi ilin əvvəlində tərtib və təsdiq edilmiş iş planı və suvarma planına uyğun olaraq həyata keçirir. Su içilərin bir amalı vardır. Əhali içməli, suvarma suyu ilə təmin etmək, su mənbələrini saz vəziyyətdə saxlamaq, mexaniki sulla çıxarılan suyu qənaətlə və keyfiyyətlə istehlakçılara çatdırmaq. Bugün Ağdam rayonunda insanların əsas məşğuliyyəti və iş yerləri torpaqlardır. Torpaqların vaxtında itkisi və hidrogenik normalara uyğun suvarılması biz su içilərinin ən gündə vəzifəsidir. Ağdam Su Meliorasiya Sistemləri İstismar İdarəsi 38.645 hektar kənd təsərrüfatı bitkiləri ilə yanaşı içməli məişət suyunda 82.400 nəfərin xidmətində iştirak edir. Eyni zamanda tələbatlar uyğun olaraq bütün işləri həyata keçirir. İstehlakçıları bol və etkisiz su ilə təmin etmək üçün idarənin balansında 6 nasoslansiya, 1143 subartizən quyusu, 4 suyucu göl, 11 kəhriz, 365 km suvarma kanalı, 9 su ambarı, 136 hidrotenki qurğulardan istifadə edilir. 1143 ədəd subartizən quyularının 450 ədəd içməli və həyətiyən sahələrin suvarılmasına, 691 ədəd isə əkin sahələrin suvarılmasına xidmət edir. 2025-ci ildə 38.645 hektar kənd təsərrüfatı bitkiləri orta hesabla 5.1 dəfə suvarılmaqla 197.100 hektar təşkil etmişdir ki, kənd təsərrüfatı bitkilərinin suvarılmasında pamuk bitkisini nümunə göstərsək, ötən illə müqayisədə məhsuldarlıq 43.2% təşkil etmişdir. Yəni, ötən illə, bu il 2025-ci ildə 43.2% təşkil etmişdir, artmışdır. Suvarmada heç bir çətinliyimiz olmamışdır. Məcburi köçkünlərin yaşadığı 18 qəsəbədə hər gün orta hesabla 2, 3, 4 və digər sayda qəzalar aparılmışdır ki, 2 qəza təmir briqadası dayanmadan təmir işlərini həyata keçirir. Əhalinin içməli su təchizatında çətinliklər olmasına baxmayaraq, idarəmiz gücləndirilmiş iş rejimində işləyər ki, su təminatını həyata keçirilə bilir. Cənab Hacı, qəsəbələrdə şəbəkə 20 il bundan əvvəl dəmir borulardan tikilmişdir, qurulmuşdur ki, hal-hazırda həmən borular korroziya uğramışdır. Həmən boruların yeni sulla, polietilin borularla əvəz edilməsi üçün lazımi orqanlar qarşısında məsələ qaldırmanızı sizdən xahiş edir. Ölkə Prezidenti İlham Əliyev cənablarının iqtisadiyyatın gücləndirilməsi, qara qızılın insan kapitalına çevrilməsi strategiyasını öne çəkərək verdiyi sərəncam və göstərişlərə əsasən son 6 ildə dövlət proqramına uyğun olaraq 107 ədəd subartizən quyusu qazılaraq idarənin balansına götürülmüş və istehlakçılara təminatında xidmət göstərilmişdir. Eyni zamanda 2022-ci ildə qazılması nəzərdə tutulmuş 29 ədəd subartizən quyularının 7 ədədi qazılmış,
22 ədədi isə mərhələli şəkildə qazılması nəzərdə tutulmuşdur. Cənab Başçı, yenə də xahiş edirəm, 22 ədəd subartizm kulisinin bu il qazılması üçün aidiyyatı rəhbərlik qarşısında xahiş edirəm, köməni yeni məsələ qalması. Çünki mən dəfələrlə müraciət eləmişəm, hələ ki heç bir yenilik yox. Hörmətli imza iştirakçıları, bunun dəqiqələri 1994-cü ildə əsrin müqaviləsini imzalayarkən nəzərə almışdır ki, neftdən gələn gəlirlərin bir hissəsi məcburi köprülərin həyat tərzinin yaxşılaşdırılması ilə yanaşı, ordu quruculuğunun inkişaf etdirilməsinə istiqamətləndirilsin. Bütün proseslər belə də inkişaf etdi. Müzəffər Ali Başkomandan İlham Əliyev cənablarının yaratdığı ordu 30 il davam edən işğala 44 gündə son qoydu. Ata-baba yurt yerlərimiz öz sahiblərinə qaytarıldı. 2021-ci ildə su təsərrüfatının inventarizasiya zamanı məlum oldu ki, mənfur düşmənlərimiz doğma yurt yerlərimizlə bərabər tarixi abidələrimizi, müqəddəs ocaqlarımızı, su mənbələrimizi dağıdaraq tam yararsız vəziyyətə salmışdır. Təbii ki, bütün işləri öz nəzarətində saxlayan Cənab Prezidentin 1 fevral 2022-ci il tarixli 3143 sayılı sərəncamına əsasən 1964-cü ildə istifadəyə verilmiş 23 milyon kub həcmi olan 7 min hektar əkin sahəsini suvarma qabiliyyətinə malik olan Xaçınçay su anbarının əsaslı təmir işlərinə başlanmış və su anbarının 7 kilometr aparıcı kanalın, istehsalat binasının, ambar binasının, təmir emalatxanasının, su bırakıcı qurğuların, digər proteinci qurğuların təmir işləri 2023-cü ildə başa çataraq Cənab Prezidenti iştirakı ilə açılış olmuşdur. Hal-hazırda həmin ərazidə Agro İnkişaf 2017, Agro Deyil, Şelli Garden, Qarabağ Agro 44, Zəfər bağları, Kəngərli Garden şirkətləri tərəfindən çoxillik bağlar və taxıl bitkilərin suvarılması həyata keçirilir. Cənab Prezidentin sərəncamına əsasən Böyük Qadiş Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərində çox mərtəbəli yaşayış binalarında və 3 kəndlə müasir standartlara cavab verən su kanalizasiya sistemləri tikilmiş, sakinlərin istifadəsinə verilmişdir. Ağdam şəhərində və ətraf kəndlərdə içməli su təminatının həyata keçirilməsi üçün ərazidə tutumu 7500 və 10.000 kub həcmi olan 4 su anbarı vardır ki, heç bir mexaniki üsuldan istifadə etmədən 12 atmosfer təzyiqlə tərəfimizdən əhaliyə suyun verilməsi təmin edilir. Cənab Başçı, melorasiya və irriqasiya sahəsində aparılan məqsədyönlü işlər nəticəsində 2025-ci ildə məhsuldarlıq ötən illə müqayisədə xeyli artmış, insanların su təminatı yaxşılaşdırılmışdır. Bütün nailiyyətlərimizin, uğurlarımızın başlıca səbəbi şəxsən sizin və kollektivinizin yaratdığı mühbit şərait nəticəsində əldə edilmişdir. Məşhur deyimlərdə deyildiyi kimi, qərinələri aşıb, reallığını günümüzə qədər qoruyub saxladığı bir atalar misalı vardır. El bir olsa, dağ oynadan yerində. Bəli, eli də birliyə çağıran, ağzı acısını duyan, onun dərdini sərini, dərdindən sərindən xəbərdar olan, dar günündə, çətin məqamında dadına çatan, ictimai, siyasi, iqtisadi cəhətdən həmişə xalqı ilə birgə olan sizin kimi başçımız varkən, biz həyatda işlik gün baxırıq, düzəlmişə düşən işlərin hamısını layiqincə yerinə getirərək həmişə sizin yanınızda olacaq. Diqqətinizə görə çox sağ olun. Özellikle faaliyetiniz hakkında məlumat vermək istəyirəm. Müəssisəmiz 2021 aprel tarixindən fəaliyyətə başlamışdır. Müəssisəmizin fəaliyyəti Cənab Prezidentin qayğısı olmuşdur və müəssisəmizə verilən prezident təklif sənədi bu qayğını göstərsindir. Müəssisəmizin hər zaman inkişaf edə bilməsi üçün Rabbim Əlimin birbaşa qayğısı və zürrəti hər zaman göz önündə bulundurulmuşdur. Cənab Prezidentin tapşırığını qardaşı nümayəndəsinin necə məşğəliyyətlə və qürur hissi-ilə yerinə yetirdiyi hər kəsə çatdırmalı deməsək, bizim üçün borcumuz sayılmış olar. Müəssisəmizin 2025-ci il fəaliyyətində olan, yeniliklər və fəaliyyətində olan yeni baxış haqqında sizə məlumat vermək istəyirəm. Mən desembrdə ödəmişdir dövlətdən 106.178 manat əmək haqqı ödəmişdir. 1.582.276 manat ödəyə etmişdir. 50.570 manat mənfəət edilmişdir.
O cümlədən 13.348 manat əlavə dəyəri. Bundan əlavə müəssisəmizin logistika bazasında 2 yeni avtomobil alınmışdır. İstehsal sahəsi yenilənmiş və müasir standartlara cavab verən neçələr Türkiyədən alınmışdır ki, süd daşımasında digər ərazilərdə olan xoşagəlməz hallar olmaması üçün dezinfeksiya edilmiş neçələrdən istifadə edilir ki, standartlara cavab verir. Söz verilir. İkinci Qarabağ müharibəsi anı kimi mən sizə deyə bilərəm ki, rayonumuzdan 1705 nəfər vətən müharibəsi iştirakçısı olmuşdur. Bu müharibə zamanı mənim övladımla bərabər 63 nəfər Afqanlı gənc şəhid olmuşdur. Vətən müharibəsi şəhidi olmuş hər bir qulluqların ailələrinə və sağlamlıqlarının girmiş hər bir qulluqların sosial müdafiəsinə təmin edilmək mütəmadi iştirak görür. Bunun bariz nümunəsi olaraq deyim ki, rayon icra hakimiyyətinin köməkliyi ilə bu günədək 100-dən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi evlə təmin olunmuşdur. Bu ilin may ayında 2 övladı birinci Qarabağ müharibəsində şəhid olmuş Məhrəmova Qürəyə Sabir qızını və vəfat etmiş birinci Qarabağ müharibəsi valisi Sazan kənd sakini Əliyev Arif Kərim oğlunun Şaman qəsəbəsində onların qayğıları ilə maraqlanmışlar. Təkcə bu il rayon icra hakimiyyətinin rəhbəri tərəfindən 2004-cü il apreldə qoyulmuş mərasim evinin açılışı oldu. Açılışda şəhid anasının təklifi ilə açılışa şəhidlər evi, mərasim evinə şəhidlər evi adı verildi. Bu birlik və böyük səmimiyyətə görə sizlərə minnətdarlıq bildirirəm. Əvvəldən keçirilmiş iclasları və bugün hesabat yığıncağında çıxışlardan irəli gələn tövsiyələr əsasında qərar layihəsi hazırlanmışdır. Həmin qərar layihəsini səsləndirmək üçün Ağdam rayon icra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətlərlə işlək müdürü müddət naqilə söylüyor. Ümumiləşdirərək qərar alır. Ağdam rayonunun 2025-ci il sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabatı nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi rayon icra hakimiyyəti başçısı aparatının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, idarə müəssisə və təşkilat fəaliyyətinin əsasını təşkil etməklə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində işlər davam edilir. Rayon icra hakimiyyəti başçısı aparatında inzibati ərazi dairələri üzrə nümayəndəliklərlə, idarə müəssisə və təşkilatlarına vətəndaşların qəbulu, onların müraciətlərində baxılması, bu sahədə problemlərin həlli sahəsində işlər daha da götürülür. Rayon icra hakimiyyəti başçısının müavininə, aparatif şöbə və sektor müdürlərinə tapşırılsın ki, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələrin, bütün idarə müəssisə və təşkilatların qarşılıqlı işgüzar fəaliyyətini təşkil etməklə rayonun sosial-iqtisadi inkişafının həyata keçirilməsi istiqamətində görülən işlər davam edilir. Rayon icra hakimiyyətinin başçısının müavini Xəqəli Nəzərov, rayonun bütün idarə müəssisə
təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının və sahibkarlığının inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, rayonda pambıqçılığın, baramaçılığın, şəkər çuğunduru və taxılçılığın inkişaf etdirilməsi, malqaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən tədbirləri daha da artırsın. Ağdam meliorasiya sistemləri dairə rayon əhali biçimləri və suvarma suyuna olan tələbatın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2022-ci il tarixli 31-43 sayısı yolların təmin olunması sayəsində olan mövcud problemlərin aradan qaldırılması, MMC-nin maddi-texniki təchizatının yaxşılaşdırılması üçün ciddi tədbirlər görür. Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələrinin nümayəndələrinə, elektrik şəbəkəsinə, qaz istismar dairəsinə, Ağdam su meliorasiya sistemlərinin istismarı idarəsinə və bələdiyyə sədrlərinə tapşırılsın ki, əhalinin istifadə etdiyi elektrik enerjisini, təbii qazın, mülk dəyərinin ödənilməsi sahəsində olan nöqsanların aradan qaldırılması və rayon əhalisinə elektrik enerjisini, təbii qazın fasiləsiz verilməsi, bu sahədə işlərin daha da yaxşılaşdırılması istiqamətində tədbir görsünlər. Ağdam rayon İcra Hakimiyyəti başçısı aparatı, inzibati ərazi dairəsi və nümayəndəliklər işğaldan azad edilmiş ərazilərdə götürüləcək əhalinin siyasının tam dəqiqləşdirilməsi işlərini davam etdirsinlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon qəbul şöbəsi və rayon məşğulluq mərkəzli rəhbərləri, rayon əhalisinin təqaüd və müavinət təminatları sahəsindəki işin yaxşılaşdırılması, kompensasiyaların vaxtında ödənilməsi, vətəndaşın məşğulluğunun artırılmasına və özünə məşğulluq proqramının həyata keçirilməsini təmin edən tədbirləri daha da artırsınlar. Rayonun təhsil mədəniyyət sektorlarının rayon mərkəzi xəstəxanası hüquqi hüquqi şəxsi direktoru, gənclər və idman sektorunun rəisi, təhsil sahələrdə əldə olunmuş uğurların davam etdirilməsi, orta peşə təhsilinin səviyyəsinin yüksəldilməsini, rayon əhalisinə yüksək səviyyədə mədəni xidmət göstərilməsini, yeni istedadların üzrə çıxarılmasını, xalq mahnıları və muamlarımızın tədbiri və öyrənilməsi, rayon əhalisinə göstərilən tibb xidmətinin səviyyəsinin daha da yüksəldilməsi, səyyar tibb xidmətinin genişləndirilməsi, qeydiyyatda olan xəstələrin dərman preparatları ilə təmin olunması işlərimiz daha da yaxşılaşdırılsın. Rayonda idmanın inkişaf etdirilməsi, gənclərin idmana cəlb olunması, müxtəlif idman yarışlarının keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülməsini davam etdirsinlər. Rayonun idarə müəssisə və təşkilat rəhbərləri hər biri öz sahələri üzrə mövcədə göstərilən çatışmazlıqların aradan qaldırılması üçün qısa vaxtda lazımi tədbirlər görülməsini təmin etsinlər və nəticəsi barədə rayon icra hakimiyyətinə məlumat versinlər. Ağdam rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafın yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr barədə hesabat kütləvi informasiya vasitələri ilə işıqlandırılsın. Qərarın icrasının nəzarətini öz üzərinə götürürəm. 23 yanvar 2026-cı il. Sonda yığıncaq iştirakçıları adından ölkə prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb. Cənab başçı, hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram, icazənizlə hesabat yığıncağı iştirakçıların məktubunu nəzərinə çatdırıram. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Ağdam rayonunun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı iştirakçılarının müraciəti. Möhtərəm cənab Prezident, biz Ağdam rayon ictimai nümayəndələri 2025-ci il ərzində görülmüş işləri təhlil edib yekunlaşdırır, 2026-cı ildə qarşıda duran vəzifələri müəyyənləşdiririk. 2025-ci ildə Ağdamda sizin fərman, sərəncam və tövsiyələrinizdən irəli gələn vəzifələrin həyata keçirilməsi sayəsində bir sıra işlər görülmüş, bütün sahələrdə nailiyyətlər əldə edilmişdir. Xüsusilə sizin təhsil, sərkərdəliyiniz və diplomatik məharətiniz, dəmir iradəniz və Azərbaycan xalqının sizə olan hədsiz sevgisi və inamı nəticəsində şanlı ordumuz 44 günlük vətən müharibəsində və bir günlük antiterror əməliyyatları nəticəsində düşmən tərəfindən işğal olunmuş torpaqlarımızı işğaldan azad edərək 30 illik səfərdə son qoymaqla tarixi ədaləti bərpa etdik. Bu yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, eyni zamanda keçmişi qəhrəmanlıqla dolu olan, xalqımızın öz keçmiş qürurunu, milli mənliyini, cəsarətini özünə qaytardı və dünyaya Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha göstərmiş oldu. Sizin rəhbərliyiniz və ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etmiş, möhtəşəm uğurlar qazanmışdır.
Bu uğurlar xalqımızın tarixini qızıl hərflərlə həkk edilmişdir. İşğaldan azad olmuş ərazilərdə, eləcə də Ağdam şəhərində və kəndlərində bərpa və yenidən qurma işləri uğurla davam etdirilir. Ağdamlar uzun müddət ayrılıqdan sonra sevinç göz yaşları ilə doğma yurdlarına qayıdır və bu sevinci onlara yaşadan Ali Baş Komandan kimi sizə öz sonsuz minnətdarlıqlarını və təşəkkürlərini bildirirlər. Cənab Prezident, siz ümumi liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi onun ideyalarını, siyasi kursunu ardıcılıqla davam etdirərək Azərbaycan sosial-iqtisadi və hərbi qüvvətinin artması, yüksək beynəlxalq imza malik olması üçün məqsədyönlü siyasət aparırsınız. Onun nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də uğurlar olmuş, qeyri-neft sektoru inkişaf etdirilmişdir. Möhtərəm Cənab Prezident, sizin diqqət və qayğınız sahəsində rayonumuzda tikinti, quruculuq və abadlıq işləri geniş sürətlə aparılmış və bir sıra proqramda öz səllini tapmışdır. 2025-ci ildə Ağdam rayonu və onun sakinləri üçün əlamətlər illərdən biri olmuşdur. Belə ki, 32 ildən sonra ilk dəfə olaraq Ağdam rayonunda məcburi köçkün düşmüş sakinlərin öz doğma yurtlarına ilk köçü başlamışdır. İşğaldan azad olunmuş ərazilər böyük qayıdış proqramı çərçivəsində ilkin mərhələ olaraq Ağdam şəhərinə 103 ailə 405 nəfər, Sarızalı kəndinə 187 ailə 780 nəfər, Kəngərli kəndinə 283 ailə 1204 nəfər və Xıdırlı kəndinə isə 642 ailə 2542 nəfər sakin köçürülmüşdür. Ağdərə və Xocalı rayonlarının kəndlərinə 136 ailə 535 nəfər keçmiş məcburi köçkün öz doğma yurtlarına köç etmişdilər. Həmçinin Ağdam rayonunun Duzanlı qəsəbəsində daxili küçələrə 5000 kvadrat metr asfalt örtüyü salınmış, Elçi qəsəbəsinə isə uzun illər yararsız vəziyyətdə olan 30.000 kvadrat metr yol yenidən qurularaq və asfaltlanma işləri Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü və qaçqınları və məcburi köçkünlərin işləri üzrə Dövlət Komissiyası tərəfindən geniş abadlıq quruculuq işləri aparılmış və həmin komitənin dəstəyi nəticəsində həmin asfalt örtüyü tam başa çatdırılmışdır. Ağdam rayon Duzanlı ərazisində şəhərdə evçilərlə şəhər ailələrinin istifadəsini verilmişdir. Ərazi tam abadlaşdırılmış, qarşısında avtomobil dayanacaqları üçün geniş ərazi asfaltlaşdırılmış və bina bütün lazım avadanlıqlarla təmin edilmişdir. Rayonda bütün sahələr üzrə ardıcıl tədbirlər həyata keçirilmişdir. Bütün görülən işlər rayon əhalisi tərəfindən həmişə çox böyük rəğbətlə qarşılanır. Möhtərəm Cənab Prezident, Cənab Ali Baş Komandan, biz Ağdamlılar sizin daxili və xarici siyasətinizi dəstəkləyib, dəmir yumruğunuz ətrafında sıx birləşərək işğaldan azad olunmuş ərazilərdə böyük sevinclə məskunlaşır və bu sevinci bizə bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı kimi sizinlə fəxr edir və qürur duyur. Sizin güclü rəhbərliyiniz altında ölkəmizin yaranmış ictimai siyasi siyasətdən, iqtisadi islahatların uğurlu həyata keçirilməsindən ruhlanaraq üzərimizə düşən vəzifələrin öhdəsində layiqində gəlirik. Biz inanırıq ki, 2026-cı ildə rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində daha böyük işlər görəcək, yeni uğurlar qazanılacaqdır. Biz həmişə sizinləyik. Ulu Tanrı köməyiniz olsun. Yığımdan iştirakçıları adımla Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vacib Həsənov, Ağdam rayonunun Duzanlı qəsəbəsi 2026-cı il 22 yanvar. Polad Rüstəmli, Şəbnəm Aslanlı, Ağdam xəbərləri.